Salam, bugünkü dərsimiz kodlaşdırma dünyasına ilk addım adlanır. Qədim dövrlərdə insanlar sadə əmək alətlərindən istifadə edirdilər. Bu alətlər onlara ov etməyə, qida əldə etməyə və sadə yaşayış yerləri tikməyə kömək edirdi. Belə alətləri texnikanın ilkin formaları hesab etmək olar. Zaman keçdikcə insanlar daha mürəkkəb alətlər hazırladılar. Müxtəlif ixtiralar texnika və texnologiyanın inkişafına kömək etdi. Daha sonra maşınlar və fabriklər yarandı. Bu isə sənaye dövrünün başlanğıcı oldu. Maşınlar insanların əl ilə gördüyü bir çox işi daha tez və asan yerinə yetirirdi. Sonrakı dövrlərdə elektron cihazlar və kompüterlər meydana gəldi. Onların yaranması texnologiyanın inkişafını daha da sürətləndirdi. Müasir dövrdə internet, süni intellekt və robot texnologiyaları sürətlə inkişaf edir. Bu texnologiyalar insanların həyatını asanlaşdırır. Robotlardan sənayedə, evlərdə, xəstəxanalarda, məktəblərdə və kosmos tədqiqatlarında istifadə olunur. Süni intellektlə işləyən bəzi robotlar insan səsini tanıyır, məlumatları araşdırır və sadə tapşırıqları yerinə yetirə bilir. Robotların hərəkəti proqram vasitəsilə idarə olunur. Proqram robotun hara gedəcəyini, nə qədər hərəkət edəcəyini və hansı tərəfə dönəcəyini müəyyən edir. Hərəkət edən cismin izlədiyi yol trayektoriya adlanır. Robotların hərəkəti üçün düzgün trayektoriya seçmək vacibdir. Bu, robotun maneələrə toxunmadan hərəkət etməsinə və tapşırığı dəqiq yerinə yetirməsinə kömək edir. İndi isə gəlin öz robotumuz ilə proqramlaşdırma fəaliyyətinə başlayaq. Bizim fəaliyyətimiz üçün bizə lazım olacaq kompüter, robot dəsti, A4 vərəq, marker. Robot və onun proqramlaşdırma mühiti ilə yaxından tanış olaq. İlk olaraq komponentlərə nəzər salaq. Robot, təlimat kitabçası, xəritə, tapşırıq nümunələrindən ibarət kitabça, USB kabel, robotu idarə etmə cihazı və markerdən ibarətdir. İndi isə gəlin robotumuz ilə yaxından tanış olaq. Robotumuzun üzərində açma-qapanma düyməsi, USB kabel üçün yuva, Bluetooth göstəricisi, robotun üzərində əlavə olaraq 3 proqramlaşdırıla bilən düymə vardır. Proqram vasitəsilə bu düymələrə müxtəlif tapşırıqlar vermək olar. Bundan əlavə, robotda xətti izləmək və maneəni görmək üçün müxtəlif sensorlar var. İndi isə proqramlaşdırma hissəsinə keçək. Robotumuzu proqramlaşdırmaq üçün virtual platformadan istifadə edəcəyik. Bu platformanın interfeysi sadədir və istifadə üçün rahatdır. Bu platformada bloklardan istifadə edərək asan və əyani şəkildə proqram yazmaq mümkündür. Gördüyünüz bu sahə proqramı yazacağımız iş sahəsidir. Pəncərənin sol tərəfində müxtəlif bloklardan ibarət menyular yerləşir. Biz bu dərsdə bloklardan istifadə edərək robotun istiqamətini dəyişməsini və müəyyən trayektoriya üzrə hərəkət etməsini proqramlaşdıracağıq. Gəlin əvvəlcə istifadə edəcəyimiz menyulara ümumi nəzər salaq. Events, yəni hadisələr menyusu, proqramın hansı hadisə baş verdikdə işə düşəcəyini müəyyən edən bloklardan ibarətdir. Məsələn, robotun düyməsinə basdıqda, proqram başladıqda və ya robot maneə aşkar etdikdə müəyyən əmrlər ardıcıllığı yerinə yetirə bilər. Bu hadisələr proqramın işə düşməsi üçün siqnal rolunu oynayır. Motion, yəni hərəkət menyusu, robotun əsas hərəkət bloklarını əhatə edir. Bu bloklar vasitəsilə robota irəli və geri hərəkət etmək, sağa və sola dönmək əmrləri verilə bilər. Həmçinin robotun sürətini, hərəkət məsafəsini və dönmə bucağını proqramlaşdırmaq mümkündür. Light menyusu robotun LED işıqlarını idarə etmək üçün istifadə olunur. Bu menyudakı bloklar vasitəsilə müxtəlif işıq effektləri yaratmaq mümkündür.
Robotun hərəkətini proqramlaşdırmazdan əvvəl onun hərəkət trayektoriyasını planlaşdırmaq vacibdir. Bu trayektoriya əsasında robot üçün alqoritm qurulur. Alqoritmdə robotun hansı istiqamətdə hərəkət edəcəyi, harada dayanacağı və neçə dərəcə dönəcəyi addım-addım göstərilir. Robotun müəyyən bucaqla dönməsi üçün motion, yəni hərəkət menyusundakı uyğun bloklardan istifadə edilir. Bu bloklar vasitəsilə robotun sağa və ya sola neçə dərəcə dönəcəyi təyin olunur. İndi isə robotun iti bucaq üzrə hərəkət etməsi üçün proqram yazaq və onu robota ötürək. Robot hərəkət etdikdə üzərindəki marker kağız üzərində iti bucaq çəkəcək. 90 dərəcədən kiçik olan bucaq iti bucaq adlanır. Bunun üçün əvvəlcə Events menyusundan başlanğıc blokunu seçirik. Məsələn, When Robot Start bloku proqram başladıqda robotun verilən əmrləri yerinə yetirməsinə imkan verir. Daha sonra Motion, yəni hərəkət menyusundan robotun irəli hərəkət etməsi və dönməsi üçün uyğun blokları əlavə edirik. Robotun iti bucaq çəkməsi üçün Motion menyusundan hərəkət və dönmə bloklarını seçirik. Robot əvvəlcə irəli gedir, sonra isə müəyyən bucaqla dönür və yenidən hərəkət edir. Bu zaman marker kağız üzərində 2 xətt çəkir. Məsələn, robot 120 dərəcə dönərsə, çəkilən xəttlər arasında 60 dərəcəlik iti bucaq alına bilər. Daha sonra Light menyusundan Right bloku seçilir və iti sözü yazılır. Robot bucağı çəkdikdən sonra ekranda iti sözü görünür. Yazdığımız proqramı robotun yaddaşına Bluetooth vasitəsilə yükləmək üçün ilk öncə robotumuzu işə salaq. Proqram robota Bluetooth və ya USB kabeli vasitəsilə ötürülə bilər. Proqram yüklədikdən sonra robot yazdığımız əmrləri yerinə yetirir. Bluetooth bağlantısı vasitəsilə yazdığımız proqramı robota ötürürük. İndi isə markeri robotun marker üçün nəzərdə tutulmuş xüsusi hissəsinə yerləşdirək. Marker robot hərəkət etdikcə kağız üzərində xətt çəkəcək. İndi robotumuzu vərəqin üzərinə yerləşdiririk və proqramın icra prosesini müşahidə edirik. Robot hərəkət etdikcə marker vərəq üzərində bucağın təsvirini çəkəcək. Gəlin müşahidə edək. Alqoritmdə dönmə bucağını dəyişsək, robotun hərəkəti necə dəyişəcək? Bunun üçün proqramda kiçik dəyişiklik edək və robotun kör bucaq çəkməsini təmin edək. Kör bucaq 90 dərəcədən böyük, 180 dərəcədən kiçik olur. Robot daha kiçik bucaqla döndükdə vərəqdə çəkilən 2 xətt arasında daha böyük bucaq alınır. Əgər bu bucaq 90 dərəcədən böyükdürsə, ona kör bucaq deyilir.
Beləliklə, biz öyrəndik ki, bucaqlardan gündəlik həyatda və texnologiyada istifadə olunur. Həm də öyrəndik ki, trayektoriya hərəkət edən cismin izlədiyi xəttdir. Alqoritm isə tapşırığı yerinə yetirmək üçün addım-addım göstərişlər ardıcıllığıdır. Robotun hərəkəti proqramlaşdırma ilə idarə olunur. Robotun istiqamətini dəyişmək üçün bucaqlardan istifadə edilir. İndi siz də alqoritm quraraq robotunuzu proqramlaşdıra və müxtəlif bucaqlar çəkə bilərsiniz. Sağ olun, növbəti dərslərdə görüşərik.